Salam əziz izləyicilər. Bugün bal tortunun gizli missiyası haqqında sizinlə bölüşürəm. Bu adi bir gün değildi. Bu xüsusi əməliyyat günü idi. Əməliyyatın adı bal tortu, xəmirin hökmranlığı. Baş komandan mənim anam, kamera arxasında isə əməliyyatın yeganə şahidi və sənədləşdirəni mən. Əvvəlcə buxar otağına daxil oluruq. Bu otaqda stres buxarlanır, xəmir isə yetişir. Ana o qədər ciddidir ki, bir anlıq fikirləşdim, bəlkə NASA üçün nəsə hazırlayır. Hər qaşıq bal sanki bir sirrin açarıdır. Hər qarışdırma əsrlik təcrübənin rəqsi. Bu hissədə ana sanki elmi təcrübə aparır. Qarışdırır, baxır, dadır və mənə baxıb deyir: "Çək, amma çox da yaxın gəlmə, buxar kameranı buxarlandırmasın." Daha sonra ana kündələri çıxarır, elə baxır ki, sanki onların taleyi onun əlindədir. Bu kündə nazlıdır, bu biraz kobuddur, deyə oxlovla həyatı dərs verir. Mən isə kənardan baxıram və içimdə deyirəm, o kündələr mən olsaydım, indiyə çoxdan təslim olmuşdum. Yayma prosesi tam bir sənət əsəri. Oxlov sağa, kündə sola, ana biraz əhəng əlavə edir. Yəni tənbəl olma, kömək et tipli baxışlar. Amma mən səssiz müxbir hər anı qeydə alıram. Və bu möhtəşəm qatlar bir-bir sobaya gedir. Elə bil tort yox, tarix yazılır. Sobadan gələn qoxu isə insanı keçmişə aparır. Uşaqlıq, bayramlar və ana tortu bugün kəsəcəyik yoxsa sabaha qalır sualları. Nəhayət bal tortu hazırdır. Amma bu sadəcə tort deyil. Bu ananın sevgi ilə yazdığı bir romanın şirin sonluğudur. Mən isə hələ də çəkirəm. Çünki bu videonun sonunda bir yazı olacaq. Filmin sonunda heç bir kündəyə zərər verilmədi. Hamısı ləzzətlə yeyildi. Videomuzu bəyənib və kanalımıza abunə olmağı unutmayın. Hələlik.